Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir vəziyyətə uyğun dəvət üslubu var idi. Hər bir vəziyyətə uyğun dəvət edərdi. İndi bəzən biz eşidirik, bəzi qardaşlar bizim haqqımızda deyir ki, bu sabit deyil. Hər kəsin yanında ona uyğun olduğu şəkildə danışır. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir vəziyyətə uyğun dəvət edirdi. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvət etdiyi kimi dəvət edirəm. Uşaqla uşaq kimi, böyüklə böyük kimi, firqələrlə o firqələrin özünə uyğun şəkildə. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin ala nebiyina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Değerli qardaşlarım, değerli bacılarım, bir neçə kəlmə demək istirdim. Bu 77 sifət, hətta 77 deyil, 177 sifət, Dəccal, çox yalan danışan, insanlar aldadan bu Əlxan Musayev gündə bir hoqqa ilə çıxır. İndi isə özünün 200'lü apardığı dəvətə Peyğəmbər dəvəti adlandırır. Bu əslində Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dəvətini ittiham eləməkdir. Peyğəmbərimizin dəvəti bir idi. Peyğəmbərimizin dəvəti 200'lük olmazdı. Sənə deyirəm, heç kimsəyə demə. Sənə deyirəm, adım olmasın. Təkvirçilə təkvirçi kimi, xavariclə xavaric kimi, gizli görüşlərdə başqa şey danışmaq. Bəyəm, Peyğəmbərimiz salsan belə dəvət aparıb. Baxın, indi dinləyin, görün bu, həqiqətən də, yəni, insanda gərək biraz vicdan olar, vicdan gözəl şeydir, həqiqətən də, yəni, vicdan anlayışı gözəl bir şeydir, insanda vicdan olar. Yəni, bir insanda başa düşə bilmirəm, yəni, həqiqətən də vicdan yoxdursa istəyini danışa bilər. Bilmirəm, bu insanda dəridir, yoxsa botoks elətdirib, onun yerinə başqa şey qoydurub ora. Baxın, görün, bu insan nə deyir? Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir vəziyyətə uyğun dəvət üslubu var idi. Hər bir vəziyyətə uyğun dəvət edərdi. Bax, Peyğəmbərimiz salsam hər bir vəziyyətə uyğun dəvət edərdi. Bu ümumi gözəl sözdür. Amma Peyğəmbərimizin dəvətində 200'lük yox idi axı. Gizli təbliğat yox idi axı. Baxın. İndi bəzən biz eşidirik, bəzi qardaşlar bizim haqqımızda deyir ki, bu sabit deyil. Hər kəsin yanında ona uyğun olduğu şəkildə danışır. Diqqət edin, Peyğəmbər sallallahu aleyhi və səlləm hər bir vəziyyətə uyğun dəvət edirdi. Mən Peyğəmbər sallallahu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər bir uyğun vəziyyətə dəvət başqa şeydir. Amma sənə ittiham nədir? Hər kəslə bir cür danışırsan. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər kəslə bir cür danışıb. Sənə deyirəm, heç kimsəyə demə, gizli söhbət aparır Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Və yaxud da ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyib ki, sahabələrə yığışdırın. Sən danışırsan, Ben Laden tərifləyəcəksən, deyirsən, telefonları yığışdırın, telefonları söndürün. Niyə? aleyhi və səlləmin dəvət etdiyi kimi dəvət edirəm. Uşaqla uşaq kimi, böyüklə böyük kimi. Uşaqla uşaq kimi danışmaq, böyüklə böyük kimi danışmaq bu üslubdur. Bu 200'lük deyil. Sənin apardığın dəvət isə 200'lükdir. Firqələrlə o firqələrin özünə uyğun şəkildə. Baxın, deyir ki, firqələrə uyğun şəkildə danışmaq. Firqələrə uyğun şəkildə danışmaq necə olur? Sən 77 sifət təkvirçi ilə təkvirçi kimi danışırsan, xavariclə xavaric kimi, ixvanla ixvan kimi. Deyir ki, bunun sübutu var mı? Bunu bütün Azərbaycan bilir. Bütün məscidlərə get, hamısı deyir ki, hərəbizlə bir cür danışır. Bunu hamısı deyir, bu bütün cəmaat, hamısı kəzzəb, yalancı ola bilməz axı. Birisi deyir ki, mənə belə dedi, sonra dedi ki, belə deməmişəm. Yaxşı, sübut, sən 200 dəvəti və mən sənə sübut edirəm, birincini mən deyirəm. Hələ bu 2001-2002-ci illərdən söhbət gedir. Gizlin fətva vermişdin ki, gedin Çeçenistanda cihaddır, adım olmasın. Sonra həmən bu söhbətdə iştirak edənlər mənə yanıma gəldilər. Dedilər ki, biri də Qazaxstana yaşayır, Gündüz qardaş, bu belə fətva verir. Dedim, gətirin Əlixanı. Gətirdilər, gənclikdə oturduq. Yalan deyənə Allahın, mələklərin, bütün bəşəriyyətin lənəti olsun. Mən amin deyirəm. Özü də bacarırsa amin desin. Dedi ki, orada birbaşa üzünə ki, sən fətva verirsən ki, Çeçenistanda cihaddır, üzün, qızın bozardı. Mən harada demişəm? Dedi, filan yerə demişsən, filan yerdə görüşmüşdük, Badamdar tərəfdə toy idi, kənara çəkildi. Sən dedin ki, cihaddır, gedin, amma adım olmasın.
Orada viddən vidə düşdü, inkar edə bilmədi. Başladı ki, Allahdan qorxun. Mən dedim ki, nə Allahdan qorxun? Hara qaçırsan sən? İkiyüzlüyün sübut oldu, üzün qızardı. Yaxşı, Peyğəmbər belə dəvət aparıb, indi öz çirkin 77 sifət 200 dəvəti Peyğəmbərin dəvəti adlandırırsan. Sonra deyir ki, mən harada elə danışmışam? Subhanallah, la ilahe illallah. Yaxşı, Azərbaycanı fətra əhli adlandırmağın, yəni bu dünyada hökümləri bəllidir, kafirdirlər, ahirətdə Allaha qalıb. Fətra əhli səsin gizli səsi idi, biz onu ortaya çıxartdıq. Onu sən dərsiz zat deməmişdin axı. Bir nəfərə səsi WhatsApp-la atmışdın, o adam da səni satdı. Satdı deyəndə, yəni sonra ortaya çıxartdı səni. Yəni bu hamısı gizli olan təbliğatdır. Ondan sonra Suriye cihad fətvası gizli təbliğatı idi. Yox idi axı dəstlərində. Bir ildən çox da fətva verirdin Suriye'yə, gedin canınızla, malınızla yardım edin. Hətta insanlar gəlib deyirlər ki, mənim xalam oğlu getdi. Biri deyib, mənim qardaşım getdi. Əlixan deyir ki, gedin, cihaddır. Biz sənə o vaxtı deyəndə ki, bu nədir biabırçılıq? Deyirdin ki, subut edin, kişi deyilsiz. Allah dua elədi, bir gün bir nəfər zəng elədi ki, onun məndə gizli səsi var. Bir il sənin təbliğatından sonra o səsi mənə göndərdilər və o səsi yaydıq. Ət məsələsi gizli təbliğat deyil. Sənin neçə dənə sifətin var? Bundan sonra hələ çıxıb deyirsən ki, mənim apardığım Peyğəmbər dəvətidir. La ilahə illallah. Hələ qiyamət günəyə qədər insanlar çıxacaq, sənin alnından yapışacaqlar. Ki, sən bizim balalarımızı Suriyə ölümə göndərdin. O analar lənət oxuyurlar bugün sənə. Qiyamət günü ki, Allahım hansı haqla mənim balıma fətva edir? Hələ sənin gizlidə nə qədər fətvaların var? İnsanlar özləri danışırlar məsciddə. Hərəmizdən bir cür danışır deyir. Bunu bilməyən yoxdur Azərbaycanda. İnsanda gərək vicdan olsun. Yəni insanda üzündə bir dəri olsun. Bilmirəm, bunun sənin üzündəki dəridir, başqa şeydir. Yəni bu boyda hətta gizli təbliğatı ortadadır. Deyir ki, dəlil var deyir. Bunu bütün Azərbaycan danışır, bütün məscidlər danışır. Hər kəs deyir ki, hərə ilə bir cür danışır. Sən deyirdin təkfirşən oturan Yaxşı, sübut olunmadı. Qaraçıxır məscidin yanında demişdin ki, bir nəfərə ki, Qarabağdakılar şəhiddir. O da getmiş təkfirşənin yanına. Demişlər, ola bilməz. Sənə yığdılar, zəng selektora qoydular. Təkfirçilər kimi danışın, şəhidlərimiz haqqında nələyiq söz dedin. Bu daha nəyə sübut lazımdır? Sənin o gizli təbliğat hamısı ortaya çıxıb axı. Daha bundan sonra nə istəyirsən? Bundan sonra deyir ki, dəlil var. Vallahi nə demək olar? Utanmırsan, istədirdi. Qiyamət günü o qədər şahidlər gələcək. İndi biz bildiklərimiz 5-10 nəfərdir. Minlərlə gələcək, nə qədər insanları aldatmırsan. Allah sənin şərrindən qorusun Azərbaycan xalqını, dəvəti, müsəlmanları. Qardaşlar, amin deyin. Bu insan şərdir. Allah bunun şərrindən qorusun. Amin.